Of, ay Roma, vaxtında denəndə. Gəlirəm, çatıram bura, ondan sonra desən çəkilişdir. Elə şey olar. Həqqı zarafatsız mən zarafat eləmirəm ha. Həmişə hər şey gecikdirsən. Hava qaraldı, nə çəkəcəyik? Qay, privet! Я тебя люблю! Oy sənə qurban olum! Mamanın ürəyi! Mən bundan bişirəsi oldum, yəni. Dedim, evi yoxdur, bu dəfə bundan bişirim. Yağı qoydum. Mənim əzlərim, mən kotleti çox sevirəm. Həddən artıq sevirəm, siz də sevirsiniz. Mənim oğlum da kotleti çox sevir və mən ocaqda kotlet eləyəndə mənə ləzzət edir, belə qəşşək. Tökdüm bura bunun nanənin qurusunu. Nanənin qurusundan daha yaxşı olur, belə qəşşək. Hər şeyini vurmuşam, ətini. Nanəyə mən göy soğan da əlavə eləyirəm. Eləyəndə göy soğan da əlavə eləyirəm. Nanə deyirəm, əstağfurullah kotletə. Belə qəşək. Duzda olmasın. Buradan bütün məni izləyən xanımlara salamlarımı göndərirəm. Məni çox izləyən xanımlar var. Asnavnoyda rayondan çox izləyirlər məni. Buradan bir dənə xalam var məni. Pəri xala, səni maç eləyirəm buradan. Çoxlu öpürəm səni. Kotletim. Sən Allah, əlimə baxanda görünürəm. Əllərimi tərtəmiz. Tərtəmiz. Elə yumuşam, gül kimi. Tərtəmiz. Bu çox yekə oldu. Bax, kotlet belə olar. Bax, yekə. Belə qəşək. Məni buradan görən boyunlarım izləyirlər. Məndən küsürlər, mənə deyirlər, sən bizi qoyub, bizim adımızı çəkmirsən heç. Deyirəm, elə şey olar. Mən görən boyu suyundan, çayından, yeməyindən böyümüşəm. Mən Nujen sizin adınızı çəkməyim. Gör, heç kotleti ehtiyac yoxdur ki, mən bu kotleti çöndərim ha. Təsəvvür edin, elə qızardı. Yavaş qızarsın. Görən boy da bizimdir, mərtli sədaqətlidir. Görən boy oğlanları, dərdlə sədaqətlidir. Görən boy oğlanları, yeyib içib gəzərlər, toymağarda sözərlər. Eşqi sədaqətlidir, görən boy oğlanları, məhtirlə şadətlidir. Görən boy oğlanları. Ay, mənim əziz görən boylarım, sizi öpürəm, sizi sevirəm sizi. Mən sizin adınızı çəkməsəm olar. Və ola bilər ki, hər dəfə ağlıma bir mahnı gəlir, onu oxuyuram. Amma mən bu danılmazdır. Mən görən boylu balasıyam. Görən boyun suyundan içmişəm, suyundan yemişəm, çörəyindən yemişəm. Sual verirlər ki, efirlərdən danış. Efirlərdən danışım deyəndə, efirlərdə maşallah düz deyil. Müğənnilər cavan hamısı çıxırlar, oxuyurlar, hər şey qəşəkdir, hər şey gözəldir. Mənə heç kəsən işim yoxdur, Allah hamısının ruzusunu versin. Sadəcə bir məqamı demək istəyirəm ki, oxumaqdan başqa hər şey var. Oxumaqdan başqa, o da nə mənədir? Bəs də bu ailə söhbətini yığışdırır. Mən də vaxtında eləmişəm, amma lazım deyil. Lazım deyil qətiyyən. Buna deyirlər təzə soğan, süddü deyil, süddü soğandır bu, süddü. Təzə, belə anadan gəlmə təzə, belə. Kotlet belə olar. Mənə deyirsiniz ki, yemək ağzına getməmiş, edirsən. Tamam deyil, tamam. Bu sütü soğanla. Elə bilirsiniz, kotletlə qutardım mən. Xeyr. Keçirəm buna, amma nə? İndi görəcək. Bu arada bilirsiniz, Moskvada hal-hazırda internetlər, zatlar biraz yaxşı işləmirlər. Bizim də bu Roma var. Hamınızın görmək istədiyiniz Roma. Deyirsiniz ki, Roma rus dilini bilir. Azərbaycan dilini öyrətdiniz ona. Bu arada Azərbaycan dilini, elə Azərbaycanlıdır o. Nə öyrədim ona? Bu Afriskədə. Can canadır, can cana, Urfalısan, Urfalı, bu qızların əlində bir dənə, sən bir dənə. Və mən yazmışdım ki, mənim keçən dəfə şeydə yazmışdım ki, mənim rus dilində tərcümə yox. Mən ola bilər onu səhvən demişəm. Mən demişdim ki, mən şey axtarıram. Qəşəng rus dilində söz yazarım, musiqi yazarım. Artıq mahnıları da verdim. İstəyirəm bir Azərbaycan mahnılarının mən ruski yazışını qızam. Bir-iki də rus dilində mahnı oxuyum. Görürəm ki, bizim mahnılarımızı cıngır-cıngırlar oxuyurlar. Özümüz niyə oxumayaq? Mən sənətə də gələndə Niyaməddin Musayeva mahnılarıyla gəlmişəm bu arada. Mənim şeyim yoxdur bu arada. Nə deyirlər? Sacım yoxdur. Azərbaycanda var. Jaron 2000 arxasını yudum belə qəşşək. Olmayandan sonra olmur. Nə qayraq, kasıb uşaqlarıq. Verin görün mənim telefonumda kimdir zəng eləyər? Harada çalır? Verin mənim.
İzlə bacın qurban izlə. Bu Aysel yaman partlama da. Bu yaman partlama şeydi ha. Show business'in hamısından işləyir. Bəh, 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 bəh. Gör nə gözəl oldu. Ay Allah, nə gözəl. Əlimə sağlıq. Bəyək Fazilə deyirəm ki, deyirəm nə olar, gəl lavaşı büküm efirdə sən yi. Deyir ki, niyə məndən reklam tutursan özünə? Toşnu qızı Aysun, toçnu. Pəh, nə gözəl. Görsən Jaroniklə də qəşəng olur. Pəh, bu belə. Bu arada Türkiyədən gözəl bir... Ay, deyir, Roman da telefonu başlayıb zəhər. Məndən sonra olub deyəsən bunlar Roman. Dimmirik deyən elə bilirsən elə şey... Bəh, 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 bəh. Siz şümədiniz ay baba. Buyurun. Kuzu dürməyi. Buraya gəl Roma. Buraya gəl. Mən düzəldirdim. Buraya gəl. Nə deyirsən? Elçin gəl. Sana demədi ilahə yanında qal. Bu nə adı nədir? Kuzu dürməyi. Vaxt var bunu. Vaxt var idi. Vaxt verdi kuzu dürməni Fadil mən düzəldirdi. İndi mən o düzəltib verdim. Hədimdə dişdə görmə tədalı yiyib dənə yi. Sağ ol kusna. O için kusna. Normal. Gəlin ay baba şu düz. Hə, sağ ol həyatım. Çox sağ ol. Paltarlarını da reklam edirik bu arada. Ondan paltarım. Sakin dur. Ay gördünüz? Yəni iki daşlar arasında satdı. Fadil müəllim məni tanışdı, bir dənə toya gəlmişdim mən. Demə, həmin vaxtda Fadil müəllimin boşanma söhbəti gedirmiş arvadınla, Rusla. Ruslar bizim kişiləri yiyib, o da parçalayırlar. Fadil müəllimlə tanışdığımız bir toyda mənə zəng elədi bir dostum var Azərbaycanda. Zəng vurdu mənə dedi ki, bəs belə-belə, ay Rəqsanə, səni toya istəyirlər Moskvaya. Mən də qayıtdım dedim ki, mən Moskvaya toya gedirəm. $5000. Mən sizə danışıram da 20 ilə yaxın olacaq biz ərarbadıq. Dedi ki, bəs yaxşı, hə gedirsən əla. Bəs de görüm orada toyda ansamblda kimdir? Mən sorğu sual verdim. O yan bu yan qiyməti bir tər $5000 elədim. Getdik toya. Gəldim toya, toyda elə oynayıb oxuyurdum. Bir də gördüm bir oğlan mənə yaxınlaşdı. Dedi ki, ay xanım, olar aşağı düşəsiz. Dedim, nəyə görə? Dedi, gəlin ortada oynayın da. Dedim, mən kişilərin stoluna getmirəm. Dedi, xanım, kişilərin demirəm, yəni cəmaatın içində oynayın. Düşdüm aşağıda oynadım, bu mənim əlimə 5000 rubl-la. Bir 5 dənə bura, 5 dənə bura əllərimi pulla doldurdu. Bu indi görməmişlər var ya, belə cəmaatın gözünə soxurlar o formada. Hə. Karoçu, pulu verdi mənim əlimə, türkün məsəli. Ay, bu pulu verən kimi o birisi bütün kuruq biznesmenlər durdular, parta var, parta. Pulu yığışdıra bilmirəm. Yanımda bir qız vardı, işçi Səbinə. Mən verirəm, o pul aparır, mən verirəm, o pul aparır. Onda belə Instagram, TikTok satı yox idi da. Hə. Karoçi, pulu götürdü, apardı. Canım sanaca desin. Sonradandan dedilər ki, Səbinə gəldi ki, bəs sizi Akstafaya toya istəyirlər. Nə qədər pul deyim? Dedim, Akstafaya muzikatlarla falan getmək, haradasa $15000. Onda Fadil mənim qardaşı oğlunun toyudur. Gəlib deyər 15.000 qardaşı rəhmətliyə deyər ki, bəs belə 15.000. O da gələr qardaşına deyər, bunların başları xarab olub, $15.000 zat nədir? Bizim toyumuza gələcək Fədaya Laşın, bizim toyumuza gələcək nə bilim kim. Hə, oca biz danışmışıq. O da deyir, ay sən istəyirsənmi bu qız sənin toyunda oxusun, oğlunun toyunda? Deyib istəyirəm, deyib onu da sənlik deyil, mən gətirərəm. Getdik toya, həqiqətən də o pulu bizə verdi. Bir dənə də gözəl bir mənə paltar aldı. Ondan sonra aşk məşq başladı. Və artıq mən dedim, ay Fazil müəllim, qadan qalım. Mənim 2 dənə, onda da Aysundan ya, mənim 2 dənə qızım var. Mən ərə getsəm, mən tolka ailə quracam. Yəni mən salam sağ ol eləyən adamlardan deyiləm də. Mən olsa toya gedirəm, pulumu qazanıram, ağlı başında adamım. Mən sadəcə istəyərəm ki, ailə qurum, qızlarımın arxasında bir ata olsun. O da qayıtdı ki, elə mən də istəyirəm ki, arvadımla boşamışam. Mən də istəyirəm ki, arvad alım. Dedim, yaxşı, getdim. Всё, evləndi. Sonra da bax belə Allah qismət elədi, gəldi mənim balalarım oldu, uşaqlarım dünyaya gəldi. Tak ki, Allah hamını xoşbəxt eləsin. Amma bəzən hamı, hər şey həyatda göründüyü kimi deyil də. Yəni, nə mənada, hamı elə bilir ki, nə bilim, adam, sən xoşbəxtlik evladlar deməkdir. Xoşbəxtlik, nə bilim, ailə deməkdir. Bir sözlə həyatımı qurdum, oldum evli qadın. Yəni,
Bu günə qədər də həqiqi mən evli qadınam. O bəzilərindən deyiləm də. Yəni bəziləri başqasının kişini gətirirlər, olur onunki 5 gün, 3 gün sonra gedir. Mən yox, mən həqiqətən də evli qadınam. Elə yandırmısan, sevmərəm. Azərbaycana gəlirəm. Ən birinci kimin proqramında məni görmək istəyirsiniz? Ən çox kimin proqramının adı yazılsa, birinci 10 proqramına çıxacağam. 1. Hə, bu günlərimdə mənim əzizlərim, həm qutab bişirdim, həm lavaş bişirdim, həm də kotlet. Necədir? Nuş olsun. Öpürəm sizi. Sağ olun.